Limonlu kurabiyə edirik. Qabıma şəkər tozu əlavə edirəm. 1 ədəd yumurta əlavə edirəm. Yarım stəkan duru yağ əlavə edirəm. 150 qram kərə yağı əlavə elədim üzərinə. Limonumun qabığını süzgəcdən keçirirəm. Biraz da suyunu əlavə eləyirəm. Daha da gözəl aroma verəcək. Və 3 stəkan unumu üzərinə əlavə etdim. Qarışdırıram. Belə yumuşaq ələ yapışmayan xəmir əldə elədim. Yuvarlaq hala gətirib listimizə düzürük. Üzərlərinə yulaf əlavə edirəm. Damla şokoladını da üzərinə əlavə edirəm. 180 dərəcəlik sobada yarım saat pişiririk. Hazırdır.